Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dərsimizin sonuncu 4-cü hissəsinə baxacağıq. Mövzumuz fiziki coğrafi rayonlaşdırmadır. Bu gün izah edəcəm, demək, Lənkəran vilayəti ilə Orta Araz vilayətini, yəni Naxçıvanı. Başlayaq vaxt itirmədən dərsimizə. Demək, Lənkəran vilayəti Respublikamızın cənub-şərqində yerləşir. Bu ərazi şərqdən Xəzər dənizi, cənubdan İran İslam Respublikası, şimaldan isə Kür Araz ovalığı ilə əhatələnir. Vilayətin əsas geomorfoloji relyef vahidləri Talış silsiləsidir, Piştəsər silsiləsidir, Dizdoni silsiləsidir, Brovar silsiləsidir və Lənkəran ovalığıdır. Burada əsasən Kaynazoy erasının süxurları yayılmışdır. Lənkəran ovalığında Kaynazoyun 4-cü dövrünün süxurları, yəni antropogen süxurlar, Talış dağlarında isə Kaynazoyun 3-cü dövrünün, yəni paleogen dövrünün volkanik və çökmə süxurları yayılmışdır. Volkanik süxurların olmasına baxmayaraq, bu demək vilayət təbii sərvətlərlə zəif təmin olunub. Amma bunun əvəzində burada kifayət qədər mineral bulaqlar var. Həmçinin meşəlik də var. Bu fiziki coğrafi vilayətdə yayılan iqlim tipi Lənkəran ovalığında yay quraq keçən mülayim istidir. Talış dağlarının ətəklərinin orta dağlığında yağıntıları bərabər paylanan mülayim istidir. Ardınca yenə yay quraq keçən demək mülayim istidir. Lənkəran vilayətini digər vilayətlərimizdən fərqləndirən xüsusiyyətlərdən biri burada yağan yağıntıların miqdarıdır. Ölkə ərazisində ən çox yağıntı bu təbii vilayət daxilində düşür. Həmçinin bu təbii vilayət daxilində zirvələrə doğru qalxdıqca, yəni şaquli qurşaqlıq üzrə yuxarı qalxdıqca temperaturun inversiyası baş verir. Temperaturun inversiyası yuxarıya doğru qalxdıqca temperaturun artması prosesidir. Yəni çevrilmədir. Bunun nəticəsində burada landşaftlar ətəkdən zirvəyə doğru fərqli formada yayılmışdır. Deyək ki, Lənkəran ovalığında düzən intrazonal meşələrdir. Talış dağlarının ətəklərində dağ meşədir. Biraz yuxarı qalxanda dağ quru çölləridir. Zirvələrdə isə dağ kserofit kolluqlarıdır. Yəni yuxarıya qalxdıqca iqlim quraqlaşır, rütubət azalır, inversiya baş verir. Bu təbii vilayətinin ən hündür nöqtəsi Kömürgöy dağıdır, 2493 metr. İkinci ən hündür zirvə isə Qız Yurdu zirvəsidir, 2433 metrdir. Hər iki zirvə İran İslam Respublikası ilə sərhəddə yerləşir. Yağıntıların kifayət qədər çox düşməsi burada demək sıx çay şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Buranın əsas çayları Astara çayıdır, Təngəruddur, Lənkərandır, Viləş çayıdır və Brovar silsiləsinin şimal hissəsində Bolqar çayıdır. Baxın, demək ayrı-ayrılıqda təbii vilayət daxilində formalaşan fiziki coğrafi rayonlara. Burada iki fiziki coğrafi rayon ayrılır. Biri Lənkəran fiziki coğrafi rayonudur, digəri isə Talış dağları fiziki coğrafi rayonudur. Baxın, birinci Lənkəran ovalığı fiziki coğrafi rayonuna. Demək, xüsusiyyətləri Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Kür vilayəti və İranla həmsərhəddir. Diqqətlə baxın, Kür vilayəti ilə həmsərhəddir. Həm də Kür vilayətinin Kür Araz yaxud da Mərkəzi Aran fiziki coğrafi rayonu ilə həmsərhəddir. Şimaldan Bolqar çayıdır, cənubdan Astara çayı qədər demək 100 kilometr məsafədə uzanır. Burada Kaynazoy erasının 4-cü dövrünə aid alüvyal və prolüvyal çöküntülər yayılmışdır. Yəni paleogen falan burada yoxdur. Hamısı Lənkəran ovalığındadır və Kaynazoyun 4-cü dövrünün alüvyal və prolüvyal çöküntüləri də, həmçinin burada dəniz çöküntüləri də var. İqlimi yay quraq keçən mülayim istidir. Yay ayları quraq keçdiyindən yağıntı ilin əsasən soyuq dövründə düşür. Yay ayları quraq keçdiyinə görə burada axan çaylardan yayda demək suvarmada istifadə olunur. Buludluğun çox olmasına görə isə günəşin saatları miqdarı azdır, həmçinin günəş radiasiyasının miqdarı da azdır. Ölkə ərazisində ən az günəş radiasiyası elə məhz Lənkəran ovalığında müşahidə olunur.
cəmi 120-125 kilokalori hər kvadrat santimetr əraziyə düşən radiasiyanın miqdarıdır. Yağıntılar dedik ki, fəslər üzrə qeyri-bərabərdir. Əsasən ilin soyuq dövründədir. Yəni uşaqlar, Lənkəran ovalığının iqlimi bir növ subtropik iqlim qurşağının Aral dəniz iqlim tipinə oxşuyur. İntrazonal düzən meşələr xarakterikdir. Rütubətli iqlim şəraitində sarı torpaqlar yayılıbdır. Çaylarından yay ayları quraq keçdiyinə görə suvarmada istifadə olunur. Ayrıca burada çayçılıq, sitrus meyvəçiliyi, yəni portağal, narinci, feyxua, limon, faraş tərəvəzçilik, yəni tez yetişən tərəvəzçilik, həmçinin bağçılıq da inkişaf etmişdir. Baxın xüsusiyyətlərinə. Demək, relyefi Lənkəran ovalığı dedik. Geoloji quruluşuna 4-cü dövrün dəniz və çay çöküntüləri, təbii sərvətlərdən tikinti materialları, yəni qum, çınqıl, gil, daxili sularında dedik, Lənkəran, Viləş, Təngərud, Astara çay, iqlimi yay quraq keçən mülayim isti, landşaftı intrazonal düzən meşələr, torpağı sarı, qoruq və milli parklardan isə demək, Hirkan Milli Parkı burada yerləşir. Növbəti fiziki coğrafi rayonumuz Talış dağları fiziki coğrafi rayonudur. Talış dağları fiziki coğrafi rayonu demək, Lənkəran ovalığından başlayır və Qızyurdu, Kömürgöy zirvələrinə qədər uzanır. 3-cü dövrün, yəni paleogen dövrünün vulkanik çökmə süxurları burada yayılmışdır. Alçaq dağlıqda rütubət il boyu boldur, yəni yağıntıları bərabər paylanan mülayim istidir. Çayları əsasən burada yağış və qismən yeraltı sularla qidalanır. Dağ meşə və dağ çöl landşaftı bu fiziki coğrafi rayon üçün xarakterikdir. Dağətəyi meşələrdə palıd, vələs, cökə, şərq fıstığı, məxməri ağcaqayın, şumşad, Qafqaz xurması bitir. Yəni ümumiyyətlə Talış dağları, Lənkəran vilayəti relikt və endemik bitkilərlə zəngindir, boldur. İran sərhəddi boyunca isə Kömürgöy və Qızgıldı zirvələri hissəsində dağ kserofit bitkilər yayılmışdır. İqlimin quraq olması ilə əlaqədar olaraq. Burada subtropik bitkiçilik, rütubətli iqlim şəraitində çayçılıq, taxılçılıq, bağçılıq, Lənkəran Astarada tütünçülük, Talış dağlarında isə demək heyvandarlıq inkişaf etmişdir. Baxaq xüsusiyyətlərinə. Fiziki coğrafi rayon Talış dedik. Relyef vahidi Talış, Peştəsər, Dizdoni, Brovar silsilələri, paleogen dövrünün vulkanik və vulkanik çökmə süxurları, Kaynozoyun 4-cü dövrünün çöküntüləri, təbii kətlərlə burada tikinti materialları var. Bulaqlardan Qotur su, Ərkivan, Astara, Donuzütən, aşağı Ağkörpü və Astara. Demək, çaylarından Lənkəran çay, Viləş çay, Astara, Bolqar və Təngərud, İqlimi yağıntıları bərabər paylanan mülayim isti, Kömürgöy ətrafında isə yay quraq keçən mülayim isti, orada başqa yarım tiplər də var, onu çox dərinliyinə getmirəm. Landşaftının dağ meşə demək torpaqlarında dağ sarı yayılıbdır, dağ kserofit çoluqlarında isə demək qəhvəyi torpaqlar yayılmışdır. Milli parklardan isə Hirkan Milli Parkı burada düşür. Yəni Hirkan Milli Parkı həm Lənkəran fiziki coğrafi rayonundadır, həm də Talış fiziki coğrafi rayonunda yerləşir. Bu oldu demək Lənkəran vilayəti. Keçən il sonuncu təbii vilayətimizə Ön Asiya ölkəsində yerləşən Orta Araz yaxud da Naxçıvan vilayəti. Azərbaycan əsas hissəsindən kənarda yerləşir, muxtar respublikadır. Demək, cənubdan İranla sərhəddədir, qərbdən Türkiyə ilə, şimaldan və şərqdənsə Ermənistanla həmsərhəddir. Naxçıvan Arazboy düzənliklərindən başlayır və Dərəliyə, Zəngəzur dağlarına qədər qalxır. Bu fiziki demək vilayətin ən hündür nöqtəsi Qapıcıq dağıdır. 3900 metr. Ən alçaq nöqtəsi isə Arazboy düzənliklərdən yerləşən demək 600 metr hündürlükdə olan ərazilərdir. Əsas relyef vahidləri Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzənlikləridir. Ardınca ayrıca burada Dərəliyə silsiləsi yerləşir. Burada isə Zəngəzur silsiləsi yerləşir. Zəngəzurda yerləşən ən hündür zirvə Qapıcıqdır 3904.
Qazangöl dağıdır 3829, Camal dağıdır 3204, bir də İlan dağıdır. O da 2415 metr hündürlüyündədir. Dərəliyə silsiləsinin isə ən hündür zirvəsi Kükü dağıdır. 3120 metr. Bu vilayətin geoloji quruluşu mürəkkəbdir. Burada düzənliklərdə əsasən Kaynozoyun, Paleogen və Neogen dövrünün çöküntüləri yayılıbdır. Dağlıq ərazilərdə isə Paleogenin vulkanik mənşəli süxurları yayılıbdır. Şərur rayonu ərazisində isə Şərurda, yəni Sədərək qalxması ilə Dərəliyə silsiləsinin bir hissəsində demək üst Paleozoyun, yəni Devon, Karbon və Perm dövrünün çöküntüləri yayılmışdır. Təqribən bax bu hissədə oldu demək üst Paleozoy, Devon, Karbon və Perm dövrləri. Ölkə ərazisində dağlıq Şirvan fiziki coğrafi rayonundan sonra demək 9-10 ballıq zəlzələ zonası buradır. Yəni demək bizdə əsas 3 dənə seysmik zona var. Biri Dağlıq Şirvan fiziki coğrafi rayonudur, yəni Şamaxı. İkincisi Gəncə dağları fiziki coğrafi rayonudur. Orada 9-10 ballıqdır və üçüncüsü demək Günnüt Qapıcıq fiziki coğrafi rayonunda yerləşən demək Qapıcıq dağının ətrafı olan ərazilər. 9 ballıq zəlzələ zonasıdır. Təbii ehtiyatlardan burada filiz, qeyri-filiz faydalı qazıntılar yayılıbdır. Filiz faydalı qazıntılardan burada demək mis var, qızıl var, molibden var. Qeyri-filizlərdən burada duz var. Tikinti materiallardan isə demək, səhv eləmirəmsə burada gips yataqları var. Bir də ayrıca Şərur rayonu ərazisində qara mərmər yataqları da var. Mineral bulaqlarla da həmçinin zəngindir. Burada Culfada Darıdağ mineral bulağı yerləşir. Badamlı Serab Bayxır isə Naxçıvanla demək Şahbuz inzibati rayonunda yerləşir. İqlimi subtropik iqlim qurşağının kontinental tipində yerləşir. Səbəb Naxçıvan Muxtar Respublikasının digər ətraf ərazilərdən alçaq ərazidə yerləşməsidir. Burada yay ayları çox isti və quraqdır, qış ayları isə çox soyuqdur. Arazboy düzənliklərdə yanvarın, yəni ən soyuq ayın orta temperaturu -3, -6 dərəcədir. Bunu Kür-Araz ovalığı ilə müqayisə eləsək, Kür-Araz ovalığında -1, -3 dərəcə aralığında dəyişir. Yəni kifayət qədər kontinental iqlimə malikdir. İyulun isə, yəni ən isti ayın orta temperaturu -27, -28 arasında dəyişir. Alçaq dağlıqdan yüksək dağlığa doğru hündürlükdə, yəni hündürlük qurşağı üzrə yağıntıların da miqdarı 200-900 mm aralığında dəyişir. Bu təbii vilayət daxilində Araz çayının sol qolları yerləşir. Arpa çay, Naxçıvan, demək Əlincə, bunu burada səhv yazıblar. Əlican deyil, Əlincədir. Əlican Böyük Qafqazda idi. Demək Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay, Ordubad çay. Bu çaylar Arazın qollarıdır və Kür hövzəsinə aiddir. Daxili sularından burada Şahbuz rayonu arasında Batabat və Qanlı göldə yerləşir. Şirin sulu, uçqun bənd mənşəli göllərdir. Keçək indi uşaqlar. Bu vilayət daxilində formalaşan fiziki coğrafi rayonlara. Demək, Orta Araz vilayəti daxilində 2 dənə əsas fiziki coğrafi rayon ayrılır. Birincisi Şərur Ordubad fiziki coğrafi rayonudur. İkinci isə Günnüt Qapıcıq fiziki coğrafi rayonudur. Baxalım birinci Şərur Ordubad fiziki coğrafi rayonuna. Arazboy düzənlikləri əhatə edir. Hündürlük təqribən 600 ilə 1200 arası dəyişir. 2 tektonik zonada yerləşir. Bir hissəsi Araz çökməsi zonasıdır. Digər hissəsi isə Kiçik Qafqaz qalxmasıdır. İndi bunu sizə xırdalayım. Qaydaq bura yuxarıya. Demək, bu hissəyə qədər Sədərək, Şərur, Böyükdüz və Naxçıvan. Buraya qədər gedir Araz çökməsi tektonik zona. Buradan isə Gürcüstan, Yayçı, Ordubad isə gedir demək Kiçik Qafqaz tektonik qalxması zonasına. Ardınca düzənliklərin çökək sahələrində Kaynozoyun 4-cü dövrü, yüksək sahələrində isə Neogen dövrünün süxurları yayılmışdır. Burada tikinti materialları var, travertin var, şaxtaxtı və daş duz yataqları var. Nehrəmlə Duzdağ. İqlimi
qışı soyuq keçən yarımsəhra və quru çöldür. Səth axımı zəifdir, yəni çay şəbəkəsi seyrəkdir. Açıq şabaldı və boz çəmən torpaqlar burada yayılmışdır. İqlimi yarımsəhradır, landşaftı da həmçinin yenə yarımsəhradır. Ardınca kənd təsərrüfatı sahələrindən burada üzümçülük inkişaf eləyibdir, tütünçülük inkişaf eləyib, taxılçılıq və çəyirdəkli meyvəçilik, yəni ərik və şaftalı və ayrıca heyvandarlıq və ipəkçilik də Şərur Ordubad fiziki coğrafi rayonunda inkişaf etmişdir. Baxalım burada xüsusiyyətlərinə. Fiziki coğrafi rayon dedik. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzənlikləri. Burada ayrıca Vəli dağ var. Bunun düşdüyünü görməmişəm, lazım deyil. Geoloji quruluşuna 4-cü dövr Neogen, Paleogen, təbii ehtiyatları travertin, duz, əhəng daşı, mərmər, daxili sularından burada Arpaçay, Əlincə, görürsünüz burada artıq Əlincə yazıblar, düz yazıblar. Əlincə, Gilan, Ordubad, Naxçıvan və Araz çayıdır. İqlimi qışı soyuq keçən yarımsəhra quru çöl, landşaftı yarımsəhradır. Yovşanlı, şoranotulu torpaqları isə açıq və boz qəhvəyi, həmçinin boz çəmən torpaqlardır. Qoruq və milli park burada yoxdur. Qaldı uşaqlar. Sonuncu fiziki coğrafi rayonumuz. Demək, buraya gedir Naxçıvanın dağlıq hissəsi, yəni Günnüt Qapıcıq fiziki coğrafi rayonu. Naxçıvanın alçaq dağlığından yüksək dağlığına qədər olan bütün hissələri əhatə eləyir. Burada Paleogen dövrünün vulkanik və çökmə suxurları geniş yayılıbdır. Əsasən də Zəngəzur dağlarında yayılıb. Dərəliyəz dağlarının çox kiçik sahələrində alt paleozoy yaşlıdır, yəni Devon, Karbon, Perm və Dərəliyəzin bir hissəsində Mezozoy erasının Trias dövrünün çöküntülərinə də rast gəlinir. Kiçik Qafqaz tektonik qalxma zonasındadır bütövlükdə. 8-9 ballıq zəlzələləri müşahidə olunur. Qapıcıq dağı ətrafında arid denudasiya prosesləri üstündür. Yəni yarğan qobu şəbəkəsi var. Polimetal filizləri var. Demək, Şərurda gümüşlü polimetal yatağı. Paraqaçay, Diyaqçay, molibden yatağı, mis yatağı, civə, kükürt yataqları var. Mineral bulaqlarla zəngindir. Çaylara əsasən yağış və yeraltı sularla qidalanır. Yay quraq keçən soyuq iqlim 3200 metr hündürlüyə qədər, ardınca isə dağ tundra iqlim tipləri formalaşmışdır. Torpaq tipləri də burada boz, şabaldı, qəhvəyi və dağ çəmən torpaqları yayılıbdır. Bitkilərindən kserofit çolluqlar, dağ bozqırları, dağ çəmən landşaftı bu ərazidə formalaşmışdır. Bitkiçilikdən üzümçülük, taxılçılıq, tütünçülük, meyvəçilik, yəni çəyirdəkli meyvəçilik və heyvandarlıq burada inkişaf edib. Baxın, qrafik şəklində bunun xüsusiyyətlərinə. Demək, fiziki coğrafi rayon Günnüt Qapıcıq aydın məsələdir. Relyef vahidləri Zəngəzur dağlarıdır, Qapıcıqdır, Biçənək aşırımıdır 2346, Dərəliyəz dağlarıdır, Şüküdağ 3120, demək İlan dağdır 2415 metr. Geoloji quruluşunda burada Paleozoyun demək üst Paleozoy dövrünün çöküntüləri var, yəni demək Devon, Karbon, Perm. Mezozoyun Triası var, Kaynazoyun Paleogeni və 4-cü dövrün suxurları var. Təbii ehtiyatlardan polimetal gümüşlü dedik, Şərurda, molibden, Paraqaçay, Diyaqçay, Ordubadda, mis yatağı var, kükürt var, civə yataqları var, Şaxtaxtı, Kəngərli rayonu ərazisində travertin ehtiyatları var, bir də mineral bulaqlar var. Badamlı, Sirab, Vayxır, Naxçıvan, Şahbuz və Culfada da Darıdağ mineral bulağı. Daxili sularından demək burada diqqətlə baxın. Şərur Ordubadda nə varsa burada da odur. Arpa, Əlincə, Gilan, Ordubad, Naxçıvan, Batabat. Bunlar göllərdir. Bir də ayrıca göllərdən Batabatla Qanlı göl. Batabat, Qanlı göl uçqun bənd məşəli göllərdir. İqlimi burada yay quraq keçən soyuq və dağ tundradır. Landşaftı dağ çölləridir. Fikir versəz burada meşə yoxdur. Dağ çöllərindən sonra birbaşa dağ çəmənləri gəlir. Yəni subalp alt çəmənlikləri, subnival və nival landşaft. Torpaqları şabaldı torpaqdır. Dağ çölləri altında dağ qəhvəyi torpaqları yayılıbdır. Bir də
dağ çəmənləri altında dağ çəmən, bozqır torpaqları yayılmışdı. Qoruq və milli parklardansa Həsən Əliyev adına Zəngəzur Milli Parkı yerləşir. Bir də Şahbuz Dövlət Təbiət Qoruğu da burada var. Bu qədər. Dərsimiz bundan da yekunlaşır. Bu bizdə oldu demək 4-cü hissə. Burada biz baxdıq Lənkəran vilayəti ilə Orta Araz vilayətinə. Dərslərə diqqətlə qulaq asın. İnşallah bunun testi 300-ə qədər testi qəbulu bu mövzudan mütləq şəkildə bir dənə sual düşəcək. Sağ olun, sağlıqla qalın.